Başımızın üstünə bir meymun ailəsi çıxdı. Meymun ailəsinə it göz verib, bütün ailə, yəni yas tutur orada. Bəlkə də tamaşaçıların çoxu meymun ailəsində baş vermiş bu faciəni ekran vasitəsilə bir o qədər də hiss eləyə bilməsin. Kəş ki siz ölmüş meymunun anasını yaxından görərdiniz. Baxışlarındakı ah-naləni, acını, bir sözlə canından can qopduğunu hiss eləməmək mümkün deyil. Hələ atasının üzündəki istirabı demirəm. Bu mənzərəyə baxanda adamın ürəyi parçalanırdı. Ta ki dostum Murad ağzını açana qədər. Ana uzanıb yerə. Ana uzanıb yerə əməli başda. Ürək ağrıdıcı bir məqamdır. Məqamdır. Ürək ağrıdıcı məqamdır. Bu ürək ağrıdıcı məqamdır. Uzanıb əməli başda. Qəm çəkir. Adamlara oxşar bir məqamdır. Belə pis çıxmasın. Biz çomağına çıxdıq. İnsanlar kimi əməli başı yaşlı. Bütün ailə çıxıb bura. Ətrafa baxsınız, bütün ailəsi, qohum-əqrəbası, qonşuları, hamı yolun içindədir. Yas tuturlar. Yas tuturlar, qəm içindədirlər.